Autism, nitq qüsuru xəstədir. Özünü idarə edə bilmir. Evdə hər şeyi vurur, sındırır. Valideyninə hər an xəsarət yetirə bilər. Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Namilə Əsədov 16 yaşlı oğluna təyin olunmuş əlillik pensiyasının kəsilməsindən şikayətçidir. Anadan gəlmə sağlamlıq imkanları məhdud olan övladı Elxan Əsədliyə 2022-ci ildən təyin olunan əlillik pensiyası 2025-ci il mart ayında dayandırılıb. Namilə Əsədov ailənin maddi vəziyyətinin ağır olduğunu deyərək aidiyyatı qurumlardan kömək istəyir. 11-ci ay 2010-cu il təvəllüdü övladım anadan gəlmə qüsuru xəstədir. Neçə vaxtdır ki, bunun pensiyası kəsilib, əlilliyi bərpa olunmur. Hara müraciət edirəm, reabilitasiya şöbəsinə pensiyasını vermirlər, deyirlər inkişaf var. Bunun da inkişafı ilə ancaq boyundadır, əqlində də heç bir inkişafı yoxdur. Neçə dəfələrlə Şorsuluda olub, Maçdağada olub, Sabirabad xəstəxanasında olub, yenə də əlilliyi bərpa olunmur. Hara müraciət edirəm, xeyri yoxdur. Kirayə yaşayıram, heç bir imkanım yoxdur. İşsizəm, özüm müalicəsini etdirə bilmirəm. 300 manat pensiya alırdı, 3 il aldı. 1 il 2 aydır dayandırılıb pensiyası. 7 ay bundan qabaq Axırıncı Maçdağa yapardım, oradan da rəy verdilər ki, uşaq kağızlarda göz qabağında xəstədir. Amma yenə də ondan belə reabilitasiyada bərpa eləmədilər. 3 dəfə 4 dəfə imtina gəlib. Sabirabad rayon sakini 2010-cu il təvəllüdlü Əsədli Elxan Namil oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 5-i 3-cü ay 2026-cı il tarixdə Dövlət Tibbi Sosial Ekspertizə və Reabilitasiya Agentliyinin həkim ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.